Salam hörmətli abituriyentlər, hər vaxtınız xeyir olsun. Biz bugün sizinlə dövlətlərin idarə edilməsi, adada yerləşən ölkələr, yarımadada yerləşən ölkələr, materik daxili ölkələr və s. Yəni bu kimi məlumatları sizinlə əldə edəcəyik. Biz ilk öncə başlayaq dövlətlərin idarə edilməsi. Qeyd edirəm, dövlətlərin idarə olunmaz. Yadda saxlayaq ki, dövlətlər idarə olunmasına görə iki qrupa bölünəcək. Birincisi respublika, ikincisi monarxiya. Deməli, respublikanın da iki forması var. Biz buna deyəcəyik prezidentli respublika və parlamentli respublika. Monarxiyada demək bölünür konstitusiyalı, bölünür mütləq və mütləq monarxiyanın bir növü olan teokratik monarxiya. Deməli, respublika ilə monarxiyanın əsas fərqi nədən ibarətdir? Biz bilirik ki, respublikada hakimiyyət seçkilər yolu ilə müəyyən olunur. Lakin monarxiyada hakimiyyət isə əsasən vərəsəlik yolu ilə atadan oğula və yaxud da hər hansı bir varisə keçir. Demək, respublika idarə etməsinin də iki forması var, prezidentli və parlamentli. Prezidentlikdə əsas səlahiyyətlər prezidentə məxsusdur və dövlətin əsas xarici siyasətini prezident yürüdür. Lakin parlamentlidə isə hakimiyyət parlamentə məxsusdur, yəni əsasən dövləti baş nazir idarə edir və xarici siyasəti baş nazir yürüdür. Dünyada olan respublikalardan əksəriyyəti prezidentlidir, lakin parlamentlərin məsələn biz Ermənistanı, Gürcüstanı, İsraili, Almaniya kimi ölkələri nümunə göstərə bilərik ki, bunlarda parlamentli respublikadır və əsas aparıcı qüvvə baş nazirdir. Monarxiyanı isə biz böldük konstitusiyalı monarxiya, mütləq monarxiya və mütləq monarxiyanın bir forması olan teokratik monarxiya. Konstitusiyalı monarxiya ilə mütləq monarxiyanın fərqi nədir? Konstitusiyalı monarxiyada, yəni monarxın səlahiyyətləri məhdudlaşdırılır konstitusiya ilə. Yəni əsasən monarxın idarəçiliyi formal xarakter daşıyır və əsas burada dövlət konstitusiya qaydaları ilə idarə olunur. Mütləq monarxiyada isə burada dövlət əsasən monarxın qanunlarına idarə olunur və burada monarxiya daha belə də özünü böyük formada göstərir. Mütləq monarxiyanın bir növü də teokratik monarxiyadır. Teokratik monarxiyada isə dini ali rəhbər həm də dövlətin idarəçisidir ki, bu ölkələrə biz Səudiyyə Ərəbistan və Vatikana aid edə bilərik ki, bu ölkələr teokratik monarxiyalardır. Yəni bu ölkələr dini ali rəhbər həm də dövləti idarə edən qüvvə hesab edilir. Əlbəttə ki, dünyada respublikalar çoxdur. Gəlin biz hər bir qitələr üzrə hansı monarxiya dövlətlərinin olduğuna baxaq. Yadda saxlayaq ki, Avropanın əsas monarxiya ölkələrinə biz aid edə bilərik Norveç, aid edə bilərik İsveç, aid edə bilərik Danimarka, aid edə bilərik İngiltərə, yəni Böyük Britaniya, aid edə bilərik Niderland, aid edə bilərik Belçika, aid edə bilərik İspaniya, həmçinin kiçik dövlətlərdən olan Lüksemburq, Liechtenstein, Andorra, Monaco, Vatikan kimi ölkələri biz deməli Avropanın monarxiya ölkələrinə aid edə bilərik. Asiyanın monarxiya dövlətlərinə baxsaq, bunlara biz aid edə bilərik İordaniya, Küveyt, Bəhreyn, Qətər, Birləşmiş Ərəb Əmirliyi, Oman, Səudiyyə Ərəbistanı, Butan, Tayland, Kamboca, Malayziya və Brunei. Bu adını qeyd etdiyim ölkələr, həmçinin Yaponiya bu ölkələrdə, demək Asiyanın bu ölkələrində biz monarxiyanı görəcəyik. Daha sonra biz Afrikaya keçdirəsək, Afrikada yadda saxlayaq ki, Mərakeş monarxiya ölkəsidir
Həmçinin Cənubi Afrikanın daxilində yerləşən Cənubi Amerikanın anklavları olan Lesoto və Esvatini və yaxud da buna Svaziland deyilir. Bunlar monarxiya ölkələridir. Okeaniyada Tonga monarxiyadır. Ümumiyyətlə Cənubi Amerika və Şimali Amerikada isə bu ərazilərdə monarxiya ölkələrinə biz rast gələ bilmirik. Biz ölkələrin coğrafi mövqeyinə baxdıqda ən əsas məsələlərdən biri dünya okeanına çıxışın olmasıdır. Yəni bəzi ölkələr var ki, onların dünya okeanına çıxışı var, amma bəzi ölkələr var ki, onların dünya okeanına çıxışı yoxdur. Əlbəttə ki, ölkənin dünya okeanına çıxışı varsa, deməli bu onun əlverişli coğrafi mövqeyə malik olduğunu göstərir. Amma dünyada 40-a qədər ölkə var ki, onun dünya okeanına çıxışı yoxdur. Ona görə bu ölkələrin yəni coğrafi mövqeyində mənfi cəhətdir ki, yəni bu ölkələrin dünya okeanına çıxışı yoxdur. Avropanın biz dünya okeanına çıxışı olmayan ölkələrinə baxsaq, bu ölkələrə biz aid edə bilərik. Əsas ölkələrdən biz Avstriyadır. Daha sonra biz aid edə bilərik İsveçrədir. Həmçinin aid edə bilərik Moldova, aid edə bilərik deməli Çexiya, Avstriya, İsveçrə, Serbiya, Belarus, Macaristan, kiçik ölkələrdən Lüksemburq, Liechtenstein, San Marino, Andorra, Vatikan. Bax, bu kimi adını çəkdiyimiz Avropa ölkələri heç bir dünya okeanına çıxışı yoxdur. Yəni, dünya okeanına çıxışın olması üçün hər hansı bir dənizin, körfəzin və yaxud da okeanın sahilində olmalıdır. Amma hər hansı bir gölün, məsələn, Xəzərin falan ətrafında olmaq dünya okeanına birbaşa çıxışı olmaq demək deyil. İndi isə gəlin baxaq biz sizinlə Asiyada yerləşən federativ ölkələrə, üzr istəyirəm, daha doğrusu materik daxili ölkələrə. Buna biz Mərkəzi Asiyada olan bütün ölkələri nümunə göstərə bilərik ki, bunların dünya okeanına çıxışı yoxdur. Məsələn, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Monqolistan, Qırğızistan, Tacikistan. Baxın, bunların heç birinin dünya okeanına çıxışı yoxdur. Həmçinin Azərbaycan, Ermənistan dünya okeanına çıxışları yoxdur. Həmçinin Əfqanistan dünya okeanına çıxışı yoxdur. Həmçinin Nepal dünya okeanına çıxışı yoxdur. Həmçinin Butan dünya okeanına çıxışı yoxdur. Laos dünya okeanına çıxışı yoxdur. Baxın, bu adını çəkdiyimiz, qeyd etdiyimiz ölkələrin heç birinin dünya okeanına çıxışı olmayacaq. Digər materiklərə keçid etsək, deməli, Şimali Amerika materikində yerləşən bütün ölkələrin dünya okeanına çıxışı var. Hətta bəzilərinin 2 okeana çıxışı var. Deməli, amma Cənubi Amerika materikində yerləşən ölkələrdən Boliviya və Paragvay. Bunların dünya okeanına çıxışı yoxdur. Bir daha qeyd edirəm, Cənubi Amerika materikində yerləşən ölkələrdən Boliviya və Paragvayın dünya okeanına çıxışı yoxdur. Daha sonra biz keçid edə bilərik Afrikaya. Afrikada əsas dünya okeanına çıxışı olmayan dövlətlərə biz Mali, gördüyünüz kimi baxın Mali, daha sonra Niger, həmçinin Burkina Faso, həmçinin Çad, həmçinin Mərkəzi Afrika Respublikası, daha sonra Efiopiya. Bununla yanaşı biz nümunə göstərə bilərik Cənubi Sudan, Uganda, Burundi, Malawi, Zambiya. Bununla yanaşı biz Botswana. Baxın, bu kimi ölkələrin dünya okeanına çıxışın olmadığını deyə bilərik. Həmçinin dünyada bəzi adalar var ki, həmin adalarda 2 və daha artıq ölkə yerləşir. Birinci biz həmin adalara baxaq. Məsələn, biz bu adalara nümunə göstərə bilərik. Birinci Kalimantan adası. Baxın, Kalimantan adasına biz diqqət yetirsək, Kalimantan adasında yerləşəcək hansı ölkə? İndoneziya. Həmçinin yerləşəcək hansı ölkə? Malayziya, Malayziyanın bir hissəsi. Həmçinin yerləşəcək hansı ölkə? Təbii ki, Brunei. Baxın, gördüyümüz kimi Kalimantan və yaxud da Borneo adasında biz 3 ölkə göstərdik. Bu ölkələrə aiddir. Deməli, İndoneziyanın bir hissəsi, Malayziyanın bir hissəsi və Brunei.
Malayziyanın nəzərdə çatdırım ki, əsas hissəsi yarımadada yerləşir. Burada Malakka yarımadasına düşür, amma müəyyən bir hissəsi də Kalimantan adasında yerləşir. Digər bir adı olan Yeni Qvineya adası. Yeni Qvineya adasında da həm İndoneziyanın bir hissəsi düşür, həmçinin Papua Yeni Qvineya ölkəsi yerləşir. Daha sonra biz burada Timor adasını nümunə göstərə bilərik. Timor adasının bir hissəsində yerləşir İndoneziya, bir də ki, digər hissəsində isə yerləşir Şərqi Timor ölkəsi. Daha sonra biz burada İrlandiyanı nümunə göstərə bilərik Avropa ərazisində. Demək, İrlandiya adasında, baxın, burada diqqət yetirək, İrlandiya ölkəsi və Böyük Britaniyanın müəyyən bir hissəsi yerləşir. Daha sonra biz nümunə göstərə bilərik Haiti adasını. Haiti adasında həm Haiti ölkəsi, həm də Dominikan yerləşir. Daha sonra biz nümunə göstərə bilərik Odlu Torpaq adası. Odlu Torpaq adasının bir hissəsində yerləşir Argentinanın bir hissəsində isə Çilinin bir hissəsi yerləşir. Baxın, bu adını çəkdiyimiz adalar əlbəttə ki, ərazisində 2 və daha artıq ölkələrin yerləşdiyi adalardır. Bununla yanaşı sırf adada yerləşən ölkələrə biz İslandiya adasında İslandiyanı, Japon adalarında əsasən Honshu, Hokkaido, Kyushu, Shikoku kimi adalarda Yaponiya yerləşir. Luzon və Mindanao adalarından ibarət və digər kiçik adalardan ibarət Filippin ölkəsini biz nümunə göstərə bilərik. İndoneziya, Sumatra, Sulu, Sulawesi, qeyd etdiyimiz kimi Kalimantan, Yeni Qvineya, Timor kimi adalarda yerləşir və bununla yanaşı minlərlə, yüzlərlə adalar var İndoneziya ərazisində. Həmçinin Şri Lankanı biz nümunə göstərə bilərik, Şri Lanka adasında yerləşir. Maldivi nümunə göstərə bilərik, Maldiv adasında yerləşir. Əlbəttə ki, adada yerləşən ölkələr çoxdur, xüsusən Okeaniya ərazisində. Amma mən əsas vacib lazım olan ölkələri nümunə kimi göstərdim ki, yəni bu ölkələr əsasən adada yerləşən ölkələrdir. İndi isə sizinlə yarımadada yerləşən ölkələrə keçid etsək, birinci Skandinaviya yarımadasından danışaq. Skandinaviya yarımadasında deməli yadda saxlayaq ki, Norveç, İsveç və Finlandiya kimi ölkələr yerləşir. Daha sonra burada Jutlandiya yarımadasında Danimarka yerləşir və nəzərdə çatdırım ki, Danimarkanın əsas hissəsi yarımadada yerləşsə də paytaxtı Zelandiya adasında yerləşir. Yəni paytaxtı adadadır. Həmçinin biz burada Piriney yarımadasını nümunə göstərə bilərik. Piriney yarımadasında Portuqaliya və İspaniya yerləşir. Biz burada Apenin yarımadasını nümunə göstərə bilərik. Apenin yarımadasında demək İtaliya yerləşir. Həmçinin Balkan yarımadasını nümunə göstərə bilərik. Deməli Balkan yarımadasında deməli Albaniya, Bolqaristan, Bosniya və Hersegovina, Yunanistan, Makedoniya, Rumıniya, Serbiya, Sloveniya, Xorvatiya, Montenegro və Türkiyənin kiçik bir hissəsi yerləşir. Türkiyənin əsas hissəsi yerləşir Kiçik Asiya yarımadasında. Daha sonra biz Ərəbistan yarımadasından danışsaq, deməli Ərəbistan yarımadasında Səudi Ərəbistanı, Yəmən, Oman, Küveyt, Qətər, Birləşmiş Ərəb Əmirliyi kimi ölkələr yerləşir. Hindistan yarımadasında Hindistan yerləşir. Hindçin yarımadasında Myanma, Tayland, Vietnam, Kamboca, Laos, baxın bu kimi ölkələr yerləşir və nəzərinizə çatdırım ki, Laosun burada dünya okeanına çıxışı yoxdur. Malakka yarımadasında Malayziya əsas hissəsi yerləşir. Daha sonra Koreya yarımadasında Şimali və Cənubi Koreya yerləşir. Somali yarımadasında Somali ölkəsi yerləşəcəkdir. Biz ekvator xəttinin kəsdiyi ölkələrə baxsaq, ekvator xəttinin kəsdiyi ölkələrə baxın, Cənubi Amerikada Ekvador, Kolumbiya, Braziliyanı nümunə göstərə bilərik. Afrikada deməli Gabon, Kongo Demokratik Respublikası, Uganda, Kenya, Somali, həmçinin Maldivin də bir hissəsini kəsəcək. Bununla yanaşı biz nümunə göstərə bilərik İndoneziya. Əsas, bir də okeana da bir neçə
adada yerləşən ölkələr kəsir, amma ən əsas ölkələr, bir daha qeyd edirəm, Ekvador, Kolumbiya, Braziliya, Gabon, Kongo Demokratik Respublikası, Uganda, Kenya, Somali, Maldiv, həmçinin İndoneziya ərazisini ekvator xətti kəsəcəkdir. Başlanğıc meridian, yəni Greenwich meridianın kəsdiyi ölkələrə isə biz Böyük Britaniyanı, Fransanı, İspaniyanı, Afrikada Əlcəzair, Mali, Burkina Faso və Togo kimi ölkələri, həmçinin Qananı nümunə göstərə bilərik ki, bu ölkələri deməli Greenwich meridianı kəsəcəkdir. Üzr istəyirəm. Deməli İngiltərə, Fransa, İspaniya, Əlcəzair, Mali, Burkina Faso, Qana və Togo kimi ölkələrin ərazisini başlanğıc meridian olan Greenwich xətti kəsəcəkdir. Şimal tropik xəttini kəsdiyi ölkələrə biz Meksikanı, Afrikada Mavritaniya, Mali, Əlcəzair, Niger, Liviya, Misir kimi ölkələri, Səudiyyə Ərəbistan, daha sonra Birləşmiş Ərəb Əmirliyi, daha sonra biz Oman, Hindistan, Bangladeş, Myanma, Çin kimi ölkələri nümunə göstərə bilərik ki, bu ölkələrin ərazisini deməli Cənub tropik xətti, Şimal tropik xətti kəsəcəkdir. Cənub tropik xəttini kəsdiyi ölkələrə isə biz Braziliya, Çili, Argentina, Paragvay, Namibiya, Botsvana, Cənubi Afrika Respublikası, daha sonra Mozambik, Madagaskar, Avstraliya kimi ölkələr nümunə göstərə bilərik. Yəni bizim əsas bilməli olduğumuz məsələ bunlar. Həmçinin Şimal qütb dairəsinin isə kəsdiyi ölkələrə biz deməli Amerika Birləşmiş Ştatları, Alyaska hissəsini kəsir, Kanada, daha sonra Norveç, İsveç, Finlandiya, Rusiya kimi ölkələri nümunə göstərə bilərik ki, bu ölkələrin də ərazisinin 66,5 dərəcə şimal enliyi, yəni şimal qütb dairəsi kəsəcəkdir.